o qədər gözəldir, o qədər xoşum gəlir bu hədisdən. Bir insanın qiyməti onun himməti qədərdir. Nə boyda himmətin var? Səyin, təlaşın nə boydadır? Himmətin boydasan və əməlinin də qiyməti niyyəti boydadır. Himmət eləmirsən, məsələn, İmam Zamanın 313-lərindən olacaqsan. Himmət eləmirsən, İmam Zamanın sən də malikəşləri olacaqsan. İmam Zamanın Əbəlfəzli olacaqsan. İmam Zamanın Müslüm ibn Əqili olacaqsan. Himmətin boyda olarsan inşallah. Əməlinin də qiyməti, dəyəri, niyyəti boydadır. Ağa biz çox yaxşı əməllər edirik, amma çox yaxşı əməllərin bəzən çox vaxtı niyyəti yaxşı olmur. Görürsən, eləyir, bir müddətdən sonra üzə çıxır ki, sən demə bu əməli hansısa başqa niyyətə görə elirmiş. Yəni kimsə deməsin də, yox bu çox çətin işdir, bunu eləyə bilmərik, biz bacarmarıq. Bu cür sözlərlə öz qiymətimizi aşağı salmayaq.